Komukartli bölgə qubernatoru yerli hökumət nümayəndələri ilə birlikdə Marneuli bələdiyyəsində davam edən infrastruktur layihələrini ziyarət etdi. Sereteli və Saymirlu kəndlərində davam edən yol infrastrukturu işlərini, eləcə də Marneuli dolama yolu layihəsini yerində yoxlayaraq tamamlanmış işlərlə tanış oldu. Yol infrastrukturunun inşası prosesi ilə tanış olduq. Hazırda Sereteli kəndindəyik. Burada yol tikintisinin 3-cü mərhələsi davam edir. Bir neçə aya tamamlanacaq. Sereteli kənd ərazi vahidliyinin sakinləri ilə də görüşdük. Onları narahat edən problemlər barədə müzakirələr apardıq. Həlli yolları üzərində işləyəcəyimizi bildirdik. Bu yol 2027-ci ilin əvvəlində başa çatacaqdır və Marneuli şəhərinin tıxacını ortadan qaldırmağında çox böyük töhfə göstərəcəkdir. Və eyni zamanda biz Sereteli və Saymirlu kəndlərində hal-hazırda baş verən yol işlərini ziyarət etdik və eyni zamanda Saymirlu xalqıyla görüşlər keçirdik. Onu da vurğulamaq istəyirəm ki, Marneuli şəhərində yaxın günlərdə artıq biz yol proyektlərini həyata keçirməyə başlayacağıq. Marneulinin dolama yolundayıq. Bu yolu salmaqda məqsəd şəhərdə mərkəzi Rustaveli küçəsini tıxaclardan azad etməkdir. Yol hazır olandan sonra əhalinin istifadəsinə veriləcək. Səfər çərçivəsində yerli əhali ilə görüş keçirildi. Kəndlilər onlar üçün vacib məsələləri və ehtiyacları dilə gətirdilər. Müzakirədə əsasən içməli su təchizatındakı çatışmazlıqlar ilə torpaq qeydiyyatı ilə bağlı problemlərə toxundular. Əvvəllər kənddə bizə torpaq sahələri paylandı. 35 ildir bu torpaqları əkərək ailələrimizi dolandırırıq. İndi isə deyirlər ki, bu torpaqlar hərraca çıxarılacaq və satılacaq. Bizim hərracdan torpaq alma imkanımız yoxdur. Tələb edirik ki, əlverişli qiymətə versinlər, adımıza keçirək. Qonşularımızın da dediyi kimi kəndimizə içməli su çəkildi, lakin borular zərər görüb. Küçələrə su axır. Qaynar xəttə zəng edərək bu barədə məlumat verdik, amma baxmırlar. İçməli suyumuz həmişə çirkli gəlir. Yerli hakimiyyətdən bildirilir ki, bu cür görüşlər və layihələrlə yerində tanışlıqlar infrastruktur işlərinin əhalinin real ehtiyaclarına daha uyğunlaşdırılmasını və mövcud problemlərin həlli prosesinin daha effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün vacibdir. Marneuli meri Daur İsmailov bələdiyyənin Kəpənəkçi kəndində yerləşən Aşıq Kamandarın ev muzeyini ziyarət etdi. Səfər zamanı onlar bir daha Aşığın incəsənət və mədəniyyətin inkişafına verdiyi əvəzsiz töhfələri, geridə qoyduğu zəngin yaradıcılıq irsi və bölgənin mədəni həyatında qoyduğu əhəmiyyətli izi xatırladılar. Söhbət zamanı Aşıq sənətinin əhəmiyyəti, adət-ənənələrin qorunması və mədəni irsin gənc nəsillərə tanıdılması zərurətindən danışıldı. Qeyd edildi ki, Aşıq Kamandarın yaradıcılığı xalq musiqisi və mədəniyyətində xüsusi yer tutur. Aşıq Kamandarın ev muzeyini ziyarət etdik. Mən ilk növbədə Mahmud bəyə və Aflatun bəyə bizi qəbul etdikləri üçün dərin təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, Aşıq incəsənət və folkloru Gürcüstanda həmişə yaygın olub və bu kimi ədət-ənənəmizi, incəsənətimizi və folklorumuzu qoruyub gələcəkdə gəlişdirmək bizim üçün çox vacibdir. Mən yeni nəslə öz dəstəyimi buradan vurğulamaq istəyirəm və istəyirəm ki, gələcəkdə bizim mədəniyyətimizi, tariximizi qoruyaq. Aşıq Kamandar ev muzeyinə hər zaman istər Azərbaycandan, istər İrandan, istər Türkiyədən, eləcə də Gürcüstanımızdan hər zaman səyahət edənlər var. Məktəblərimiz gəlir, müəllimlərimizin rəhbəri ilə, dövlət rəhbərləri gəlir, dövlət rəsmiləri gəlir. Bugün Daur İsmailovun gəlməyi bizim üçün tamam başqa bir ab-ı havada oldu. Və mən Daur müəllimə bu səfər üçün Aşıq Kamandar ev muzeyini ziyarət elədiyi üçün dərin təşəkkürümü bildirirəm.
Gürcüstan Müdafiə Nazirinin müavini Qrigol Georgadze hərbi işlər layihəsi üçün seçilmiş zabit və ehtiyatda olan zabitlər üçün pedaqoji yenidən hazırlıq kursunun gedişatını nəzərdən keçirib. Proqram çərçivəsində zabitlər gələcəkdə Gürcüstandakı dövlət məktəblərində şagirdlərə hərbi işlər fənnini tədris etmək üçün xüsusi təlim keçirilər. Layihə Müdafiə və Təhsil Nazirliyinin birgə təşəbbüsüdür. Gənclərlə müdafiə, hərbi təhsil və fövqəladə hallara cavab tədbirləri ilə bağlı praktik bilikləri bölüşməyi hədəfləyir. Tbilisidə Milli Şərab Gününə həsr olunmuş konfrans keçirilib. Burada Gürcüstan şərabçılığının inkişaf tendensiyaları, ixrac bazarlarının genişlənməsi və sektorun gələcək planları müzakirə olunub. Tədbirdə qeyd edilib ki, bugün Gürcüstanda təxminən 3000 qeydiyyatdan keçmiş şərab zavodu və şərab şirkəti fəaliyyət göstərir ki, bu da regionların iqtisadi cəhətdən güclənməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir. Konfransda çıxış edən Gürcüstanın baş naziri İrakli Qobaxidze bildirib ki, dövlətin prioriteti Gürcü şərabının keyfiyyətini artırmaq, yeni bazarlar inkişaf etdirməkdir ki, dünya Gürcü şərabını premium məhsul kimi tanısın. Dünya bazarında Gürcü şərabının perspektivlərinin müzakirəsinə həsr olunmuş Milli Şərab Gününə həsr olunmuş konfransın açılışında iştirak etmək imkanım olduğuna görə məmnunam. Gürcü şərabı kimliyimizin ən vacib simvollarından biridir. 8000 il əvvəl bu torpaqda ölkəmizin tarixini və mədəniyyətini əhəmiyyətli dərəcədə müəyyən edən böyük və davamlı şərabçılıq ənənəsi yaranıb. Şərab ənənələrimizin və qonaqpərvərliyimizin ayrılmaz hissəsidir. Üzüm o vaxtdan bəri minilliklər boyu kimliyimizi müəyyən edən milli sərvətə çevrilib. 17 əsr əvvəl xristianlığın dövlət dini elan edilməsi nəhayət dəyər istiqamətimizi müəyyən etdi. Milli Şərab Günü kimliyimizin, mədəni irsimizin və Gürcüstanı dünya xəritəsində şərabın vətəni kimi yerləşdirən, əsrlər boyu davam edən tariximizin qeyd olunmasıdır. Üzümün qayğısından başlayaraq şərabın yaranması ilə davam edərək və Gürcü süfrəsi fenomeni ilə yekunlaşaraq bu tam və unikal proses kimliyimizin ayrılmaz və davamlı bir dövrüdür. Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində ölkə daxilində xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçirib. Nəticədə 45 xarici vətəndaş saxlanılıb. Məlumata görə saxlanılanlar müxtəlif ölkələrin vətəndaşlarıdır və qanunla müəyyən edilmiş tələbləri pozaraq Gürcüstanda olublar. Xüsusi tədbirlər çərçivəsində müxtəlif yerlər, obyektlər yoxlanılıb. Saxlanılanlar hazırda Miqrasiya İdarəsinin müvəqqəti yaşayış mərkəzindədir. Onların ölkədən çıxarılması prosedurları davam edir.